Kitobi ki aksida görəsiz, Kitab-ı Muqaddasdır. Xudoy kalomidir. Bu Xudoydan danışa va yo'llar ki biz kerakki Xudoy yo'lna. Xudoy xalqi istaydi. Biz Xudoydan fasila topay. Kitob-ı Muqaddas bir vasiladir ki biz Xudoya yaqin bo'lak. Xudoyning rafi bo'lak. Dostonlar ki inshaalloh eshitariz Kitob-ı Muqaddasdandir shu bobat. Bu tasvir İsa'ning qotilligini ko'rsatadi ki Farivon mo'jizasi bordi. Satr chapda İsa ko'r modarzotdi. Lam siyadi u shafo topadi. Dovunki tasvirda chog'ini ko'rsatadi o'libdi. Nana bosini gözünün o'ngida zinda bo'ladi. Axir chog'da ko'ramizki İsa suyuzunda yo'lga ta shogirdlarni yetishga qoyaga minibdilar. İsa Masih Farivon mo'jizasi bor. Ko'rsatadiki u Xudoy o'g'lidir. O'jar ki İsa shaxsan bashariy ko'rlar bino etsin, murdalarni zinda etsin, past bashara ki Ruhi Muqaddasdan biza ham ko'mak etsin. İsa'ning xeyli mo'jizasi bor edi. Xeyli odamlar bor edi ki undan peyravi qilgan. İsa mehribon edi. U marizlarga shafo berdi. U Xudoy yo'lini ularga ko'rsatdi. U bu dunyoga keldi gunohkorlarga najot bersin. Ammo ba'zilar ko'ringlarki İsa ularni gunohkor deydi, undan qatlari keldi. Qavm Yahudi qotilari İsa'ga qaromlik qilgan, uni iymon keltirmagan. İsa'ni dastgir etdilar. Xeyli yolonlar uni dedilar. Uning boshida bir ko'tak o'tiran ki tikondan edi. Uning ustini tifladilar, uni masxara qildilar. Ammo İsa hech qari kelmadi, hech ular rumda durmadi. U ilakdan biladi ki bu ittifoqlar hamisha bordi. U ijozat berdi ki gunohkorlar uni aziyat etsin, o'ldirsinlar. İsa Masih bu dunyoga keldi ta bashariy gunohlar uchun qurbonlik olsin. Jarimani kerak biz pardozd etdik, u pardozd etdi. Bizi gunohlarimiz yerine u qurbonlik oldi. Sarbozlar İsa Masih Xudovandi salibi ki ağacdan qartilib mihkob etdilar. Ular salibi istoda saqladilar, uni saliba chekdilar ta o'ldi. Unindan 2 nafardan jinoyatkori o'ldirdilar. U zamonda rasmidiki jinoyatkori salib bilan o'ldirildi. Ammo İsa hech vaqt gunoh anjom bermadi. U qurbonlik oldi ta bizi gunohlarimizni jarimasi pardozd bo'lsin. Biz tam birimiz gunohkorak. Shu gunohkorligimizni jadina mahkumak ki nobud bo'lak. İsa mujozotlari ki biz mustahiq edik, u pardozd etdi. Agar biz voqean e'tirof yoki gunohkorak tamom vujudimizni va u yo'llarga giyoh qaytak, Xudodan bizni bag'ishli. İsa Masihni Xudoyna iymon keltiring, najot topasiz. Düşmanlar fikriyle ki İsa öldü. Dersurat ki bize döyüldü. Pes ki İsa salibe çekildi, can verdi. Rəfəqləri onun cəsədini ittiler, qurdular ve qardı. Qar yağdının kata daşla bağladılar. 2 gündən so'ng gitdilar, 3-cü günü Məsih zində olurdu. Vaqti ki neçə nəfər qatillərdən ki ular qəbr üstünə görürlər, daş kənara giyədi, cəsədi İsa'yım yoxdur. Birdən 2 fəriştə osmandan zahir olurlar, onlara deyirlər İsa burada deyil, o zində olurdu. İsa Masih bu zində olduğuyla mərikdən sabit etdi ki, həmin rastdakı Xudoydur. İsa bugün zində olurdu. Onun qudrəti çoxdur, şeytani qudrətindən o öldü. Tuma iman gətirədi. Pes az inki İsa zində oldu, bazı şagirdləri onu gördülər, onunla danışdılar, onunla non yedilər. Bir dənə o şagirdlərdən ki adı Tuma idi, bavar etmir ki o yenişdən zində oldu. O dedi, ta izim şəxsən onun yaralarını ki mixləvatıda vədənlə görməyim, ta əl verməyim, iman gətirməyim. Bu təsvirdə görəsiz ki, İsa yaralarının yerini Tuma'ya göstərdi. O vaqif oldu ki rast idi, zində oldu. Və Məsihini ayağına düşdü, dedi, vay Xudoyim, ey Xudoyim. İsa dedi, xoş onun halına ki, məni görmədilər, mənə iman gətirdi. Ta 40 günəcən İsa'nın zində olduğu neçə dəfə izini xalqa göstərdi. Bəziləri onu gördülər ki, zində oldu.
الان وقتده که عیسی آسمانه gitsin boğasının yanına. O işi ki ona vaguzar oluyordu anjam verdi. Şagirdleri gördüler ki İsa Xudavand osmona gitti. Ondan sonra 2 nefer sifitpuş zahir oldular ona. Dediler ki Mesih Xudavand همین جور که خاره gitti yere qaytar. تا زمانی که او زمان yetişsin Mesih osmonda qolar. O tamam ulayı ki ona iman gətirdilər. Ondan peyrovi etdilər. Osmonda ular yer saxlayar. Yaxşı rəfqalar, siz nedir? Əzizdən xəbər alırsınız ki, aya İsa Məsihə iman gətirir yox? Aya amadəgiz vardı ki, vaxtı ki yerə gələdi, onu gördüyünə gəz. İsa Məsih canını verdi ta biz günahlarımızın mücazatından ki beynindən getdik o qalmadıqdı xalas olaq. O heç vaxt günah etmədi. O öldüğüyle باعث oldu ki biz ki Xudayla fasile tapıdik دوباره bu fasile kəm olsun. Salib bizi yadımıza bu vaqiyyəti gətirər ki İsa qurbanlıq oldu, pak və begunoh idi. O bizi günahlarımızı kəffarəsini verdi. Şu dəlilə vaxtı ki İsa Məsih iman gətirəmiz, tövbəyimiz Xudayam bizi bağışlayır. Şu bu xatir iman be İsa Məsihdir ki biz Xuday farzandi oxalamiz və Xudayla söyləyimiz bəhrə etamiz. Aksda ki badan gəladi bizə kömək edir ki bilək Məsih oldu, mənisi məfhumu nədir? 2 yol. İsa Məsih bizə öyrədir ki kəllan zindagimizdə 2 yol vardır. Əvvəl bilir ki bir yol kata yol ki tamam dövlət günahdan axirən cəhənnəmə yetişər. Yəni nabud olduq. Biz tamam adamı nəslindən təbiətimiz bizdir ki günah etdik və bu yolda qədəm verək. İsa gənəm deydi ki doğru bilir ki yol kiçiraq oladı, nazikroq oladı. Bu nazik yol ham Xudaya yetişadi. Hər kim ki kəllan zindagisində İsa Məsih iman etsin nicat tapadı. Zindagisi həmişəki yola. Yəni dedi ki əvvəlki raki günahni yoladı, gəladi barik yola ki Xudo yoluna gəldi. Yəni fərq yedi. O kəsləri ki به باریک جاده‌دا قدم qo'yadilar hech qanday ma'muriyatlar yo'qdir. Agar tasmim tutsa ki Isoga iymon keltirsin, bosharadi ki yakka Xudoyla donishsin, desin Xudoya men o'zim deyman ki gunohkorim. Iymonim borki Masih salibiy ustuna bizni xotiralarimiz o'ldi. Meni bağışla, meni qalbim pokdir. Meni bir afrod xonavode ezidan bil. İsteme İsa Mesih'ni hem bu dünyada hem ayandada peyravligim. İsteyman ki senin melekutide olayım. Xudaya senden müteşekkir. Xudoy çağaları. Bu tasvirde İsa'nı görürüz ki tamam milletlere her qavmdan ya her zabandan xushomad dedi. Ular İsa'ya iymon keltirdilar. Alon ham Xudoy farzandlari deyarlar. Ular bu joddiy nozikda ki Xudoy yo'lina xatmlarda qadam qo'ydilar. Xudoy farzandlari tamom bir xonavadalar va tamom biri iymon bi Isoy Xudovanda berdilar.